Zəngəzurda aktivlik. Rusiya ordusu məşhur kəndi ələ keçirib. Detallar. Zülfüqarovdan ermənilərə: etməyin, məsləhət görmürəm. Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir. Putinin hesablamaları iflasa uğrayıb. Pensiya yaşı azaldılacaq, vacib açıqlama. Zəngəzurun məşhur Nüvədi kəndində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əraziyə giriş-çıxışı məhdudlaşdırması ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunun Zəngəzur dəhlizinin açılması prosesinə mane yaratmaq məqsədi daşıdığını düşünürlər. Rusiya Nüvədi kəndini faktiki olaraq nəzarətə götürür. Bu, Ermənistan ərazisində təsir dairəsinin genişləndirilməsinin yeni mərhələsi sayıla bilərmi? Ümumiyyətlə, proseslərin pərdə arxasında nələr baş verir? Qlobal İnfoza danışan politoloq Elxan Şahinoğlu deyib ki, ilk növbədə yayılan məlumatların həqiqiliyi dəqiqləşdirilməlidir. Ermənistan daxilində Rusiyaya yaxın qüvvələr bu xəbərləri məqsədli şəkildə Moskvanın maraqlarına əsasən yaymış ola bilərlər. Məqsəd seçkilər ərəfəsində və ya sonrasında ölkədaxili vəziyyəti gərginləşdirmək, ictimai rəydə narahatlıq yaratmaq ola bilər. Əgər yayılan məlumatlar doğrudursa, bu Rusiyanın Ermənistanda Amerika Birləşmiş Ştatları ilə geosiyasi rəqabətinin daha açıq mərhələyə keçdiyini göstərir. Çünki son dövrlər Zəngəzur dəhlizi və regiondakı nəqliyyat marşrutları ətrafında müxtəlif beynəlxalq təşəbbüslər müzakirə olunur. Belə bir şəraitdə Moskvanın sərt addımlar atması Vaşinqtona açıq mesaj kimi qiymətləndirilə bilər. Rusiya hazırda Ukraynada geniş miqyaslı müharibə aparır. Belə bir vaxtda Ermənistanda əlavə gərginlik ocağının yaranması Moskva ilə Qərb arasında münasibətləri daha da mürəkkəbləşdirə bilər. Busa regionda yeni siyasi və təhlükəsizlik riskləri formalaşdırır. Hadisələrin inkişafını qiymətləndirmək üçün ilk növbədə məlumatların rəsmi mənbələr tərəfindən təsdiqlənməsi vacibdir. Bundan sonra proseslərin mahiyyəti və mümkün nəticələri barədə daha dəqiq nəticə çıxarmaq mümkün olacaq. Erməni internet istifadəçiləri və hətta analitiklər tez-tez siz 1-ci Qarabağ müharibəsini uduzdunuz, bizsə ikincisini, tezisini təbliğ edirlər. Bu, həm də qisasla bağlı xəyalların davam etməsi üçün əsas və ya baza rolunu oynayır. Axar TV xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər Naziri politoloq Tofiq Zülfüqarov qeyd edib. Odessada deyildiyi kimi iki böyük fərq var. 1994-cü ildə biz sözdə alternativ adlanan razılaşma əldə etdik, amma yazılı deyil. Öz üzərinə öhdəlik götürən tərəflərin statusu göstərilmədən. Bu sənəd deyildi. Düşmənlə deyil, vasitəçi ilə, yaxud Ermənistan tərəfinin təsvir etmək istədiyi kimi iki rəqiblə faks mübadiləsi idi. Üstəlik atəşkəs elan ediləndə tutduğumuz mövqelərdə qaldıq. Biz düşmənlə deyil, Minsk qrupundan kənarda vasitəçilik edən Rusiya Federasiyası ilə danışıqlar apardıq. Yeganə öhdəlik danışıqları davam etdirməyə hazır olmaq idi. Bu, atəşkəs üçün ilk cəhd deyildi. Lakin düşmənin 1994-cü ilin mart-aprel aylarında Gəncə istiqamətində kütləvi hücum cəhdi zamanı canlı qüvvə və texnika baxımından böyük itkilər verməsi və hücumu dayandırmağa məcbur olması səbəbindən uzun müddətli oldu. İndi bunu 2020-ci ildə hərbi əməliyyatların necə başa çatması ilə müqayisə edin. Müdafiə Nazirliyi deyil, Ermənistanın dövlət başçısı hərbi əməliyyatlar apardığı dövlət başçısı və vasitəçi kimi çıxış edən dövlət başçısı ilə sənəd imzaladı. O, bütün qoşunlarını və texnikasını müəyyən edilmiş müddət ərzində Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini qəbul etdi və yerinə yetirdi. O, öhdəliklər götürdü və bir sıra hərbi texniki addımlar atdı. Başqa sözlə, təslim oldu. Buna görə də mən erməni müxaliflərə siyasi məqsədlər naminə hamımızın şahidi olduğumuz hadisələrin reallığını təhrif etməyə çalışmağı məsləhət görmürəm. O bildirib. Federal Təhlükəsizlik Xidməti Rusiyada internet və mobil rabitə xidməti üzərində təsirini artırır. Axar TV xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə qurum şəbəkə məhdudiyyətləri və kəsintiləri ilə bağlı qərarlarda getdikcə daha çox iştirak edir. Ötən ildən bəri Rusiyanın müxtəlif bölgələrində, böyük şəhərlərdən ucqar ərazilərə qədər mobil internet kəsintiləri qeydə alınıb.
Bu kəsintilər qəfil və rəsmi izahat olmadan baş verir və gündəlik xidmətlərə, ödəniş sistemlərinə və rəqəmsal vasitələrə təsir göstərir. Bu yaz məhdudiyyətlər Moskvaya da çatıb. Qeyd edilir ki, bu Kremlin siyasətində kəskin bir dəyişiklikdir. Kreml Ukraynaya hücumundan sonra paytaxtı müharibənin nəticələrindən mümkün qədər qorumağa çalışır. Nəşr yazır ki, bu institusional səriştəsizliyin nəticəsi deyil. Mənbələrə görə kəsintilər Rusiya sistemində səssiz hakimiyyət dəyişikliyinin nəticəsidir. Burada Sovet KGB-sinin varisi olan Federal Təhlükəsizlik Xidməti internet çıxışının nə vaxt və kimə veriləcəyini müəyyən etmək səlahiyyəti əldə edib. Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsi artıq müddətinə görə Birinci Dünya müharibəsini geridə qoyub ki, bu da Rusiya prezidenti Vladimir Putinin hesablamalarının iflasa uğramasının əsas sübutlarından biridir. Axar TV xəbər verir ki, bu barədə Britaniyalı şərhçi Charles Moore Telegraf nəşri üçün yazdığı məqalədə bildirib. Müəllif vurğulayır ki, müharibə artıq 1570 gündür davam edir. Rusiya, Krım da daxil olmaqla Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət etsə də, Moskva işğalın əvvəlində Kremlin ümid etdiyi sürətli qələbəyə nail ola bilməyib. Təqdim olunan məlumatlara görə Rusiya 350-500 min arasında hərbçisini itirib. Yaralananların və birdəfəlik döyüş qabiliyyətini itirənlərin sayı isə bundan bir neçə dəfə çox ola bilər. 2022-ci ilin fevralında Putin Ukraynaya hücumu xüsusi hərbi əməliyyat adlandırırdı. Çünki o, faktiki olaraq Ukrayna dövlətçiliyini tanımır və Ukrayna hakimiyyətinin tez bir zamanda süqut edəcəyini gözləyirdi. Lakin artıq bir neçə həftə sonra Rusiya qoşunları Kiyev ətrafından geri çəkilməyə məcbur oldular. İşğal Kremlin gözləntilərinin tam əksinə nəticə verib. Ukrayna kimliyini məhv etmək əvəzinə müharibə milli birliyi daha da gücləndirib. Moore vurğulayıb. Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Hökumət bu məsələdə əvvəlki mövqeyini qorusa da, bəzi deputatlar və ekspertlər yaş həddinə yenidən baxılmasını vacib sayır. Qlobal İnfoaza danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, pensiya yaşının azaldılması ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Onun sözlərinə görə bir çox insan pensiya yaşına çatmadan vəfat edir və topladığı kapitaldan yararlana bilmir. Əhmədov pensiya kapitalının bir hissəsinin vətəndaşlara qaytarılmasını da təklif edib. Ekspert həmçinin hesab edir ki, demoqrafik vəziyyət nəzərə alınaraq 3 uşaqlı ailələrə də sosial güzəştlərin tətbiqi müzakirə olunmalıdır.